Salam, çox hörmətli və dəyərli VIP Maçdağı izləyicilərimiz. Bugün sizə Maçdağı qəsəbəsində Zabbat Maçdağı şossesinin yaxınlığında əsas yoldan cəmi 150-200 metr məsafədə, qapısına qədər asfalt, Kanal Marketin yaxınlığında 3 sotun içində belə bir qəşəng 2 mərtəbəli evlə sizi tanış edirəm. Evimiz ümumilikdə 3 sotun içindədir. Təmiri full təmirdir. Mərtəbələr arasında monolit betonladır. Dəyərli izləyicilər, hal-hazırda evimizin həyət hissəsindəyik. 2 mərtəbəli olmasına baxmayaraq evimiz yerdən kürsüsü də mövcuddur. Sol hissədə yerləşir bisetkası. Belə bir qəşəng, maraqlı bir bisetka yığılıb bura. Həyət bütövlükdə, dəyərli izləyicilərim, kabançikdən yığılıb. Yəni, çox belə səliqəli görsəlir evimiz. Buradan sol tərəflər, evin həm arxasına var keçid, həm yan tərəfinə var. Kommunallar hamısı daimi suyun sayğacına qədər mövcuddur. Evimiz də full təmirlidir. 2 dənə eyvanı falan, 7 otaqdan ibarətdir ümumi. 2 ailənin rahatlıqla yaşamasına imkan verir də yəni bu ev. İndi keçəm evin otaqlarını tanış edeyim sizi. Yerləşmə çox qəşəng yerdə, əla ərazidə, yola da yaxın. Bura evimizin dəyərli izləyicilər, koridorların hissəsidir. İsti pollandır bura. Belə geniş koridordur sonra. Burada belə bir möhtəşəm pilləkən var. Yəni bu heç bir evləri demək olar, çox evdə belə pilləkən yığılmış, sözü belə bir çıxmasın. Tam belə qəşəng, maraqlı bir pilləkən yığılıb bura. Sağ hissədə burada yerləşir böyük bir mətbəx. Böyük mətbəxdir. Sonra burada yerləşir belə bir yataq otağı. Çox belə geniş yataq otağıdır. Bu hissədə belə bir hamam otağıdır. Sanitar oxşaran bir yerdə. Duş kabinesi üçün belə yer qoyulub. Bura isə evimizin qazanxanasıdır, belə deyək. İsti polon xətləri buradan çəkilib. Kombi üçün ayrıca oraya yer qoyulub. Belə bir paltaryona aid xəttə qədər çəkilib dəyərli izləyicilərim. Birinci mərtəbənin son otağı isə buradır. Burada görürsünüz ki, böyük bir qonaq otağısıdır evimizin. Aboyları çox belə zövqlə vurulmuş aboylardır. Buranın istisi bir kombidir. Görürsünüz xəttlər çəkilib. Qalxaq indi evin yuxarı mərtəbəsinə. Qeyd edildiyim kimi evimizin koridoru və sanitar qovşaq hamamı isti poldur. Qalxıram indi evin ikinci mərtəbəsinə. Bura ikinci mərtəbənin belə bir hol hissəsidir. Çox geniş bir ərazisi var. Bura qalxandan sonra bu tərəfdə də belə bir koridor bizi qarşılayır. Sağda böyük bir yataq otağıdır. Bu yataq otağına özəl belə bir eyvanı mövcuddur. Görürsünüz dəyərli izləyicilərim, böyük bir eyvanı var. Keçək indi o biri yataq otaqlarına. Bura isə digər yataq otağıdır. Buranda özünə aid belə bir kiçik də olsa eyvanı var. Keçirəm indi digər otaqlara. Onu da qeyd edirəm ki, evimizin yuxarı hissəsinə çıxmaq üçün yerdə qoyulub. Bura evimizin deməli kiçik bir yataq otağısıdır. Belə bir yataq otağıdır. Burada isə dəyərli izləyicilərim, 2 dənə böyük yataq otağıdır. Bir bu otaqdır, bir də sonuncu bu otaq. Ümumilikdə 7 otaq, 2 sanitar qovşaqdan ibarətdir evimiz. Tam təmirlidir. Sonda isə burada evimizin ikinci mərtəbəsinə aid olan sanitar qovşağıdır. Asma tavanla bir yerdə. Qiyməti gəlincə isə, dəyərli izləyicilərim, gördüyünüz və bu evimizin qiyməti hal-hazırda endirimdədir. 182.000 manat deyilir. Yəni, real alıcıya təbii ki, endirim var sahibi tərəfindən.
Sənin isə paket kupçadır. Evin də torpağın da çıxarışı xüsusi mülkiyyəti. Gördüyünüz bax, bu ev ipotekaya da yararlıdır. Əlaqə nömrəmiz isə aşağıda qeyd olunub. Bu və digər evlərlə bağlar tanış olmaq istəsəniz səhifəmizi keçirib baxa bilərsiniz. Bizi izləməyi unutmayın. Sağ olun.